Baş plan uzun müddətli perspektiv inkişafı təyin edən əsas şəhər salma sənədidir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramının əsas prioritetlərindən biri də məhz Naxçıvan şəhərinin, Ordubad şəhərinin və Şahbuz şəhərlərinin baş planının hazırlanmasıdır. Hazırda durduğumuz Şahbuz şəhərinin də baş planının hazırlanması işə aparılır və qeyd edək ki, bu planın icrası məhz turizm əhəmiyyətli və iqtisadi əhəmiyyətli Şahbuz şəhərinin gələcək inkişafına mühüm stimul verəcək. Şahbuz şəhərinin baş planının hazırlanması bölgəni regional bir mərkəz kimi inkişaf etdirməyə yönəlib. Şahbuz və Ordubad şəhərlərinin baş planlarının hazırlanmasında əsas icraçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İsveçrənin SA Partner şirkəti tərəfindən həyata keçirilir. Artıq bu istiqamətlə işlər son tamamlanma işləri həyata keçirilməkdədir. Belə ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində 5 dəfə təqdimat keçirilmiş. Həmin təqdimatlarda Ordubad və Şahbuz şəhərlərində müəyyən infrastruktur layihələri müzakirə olunmuş və mühüm qərarlar əldə edilmişdir. Şahbuz şəhər sakinləri baş plan üzrə həyata keçiriləcək işləri səbirsizliklə gözləyirlər. Şəhərimizin baş planının hazırlanması böyük ehtimal ki, artıq rayonumuzda turizm axınını gücləndirəcəkdir. Həm şəhər turizmi, həm də kənd turizminin yaxşılaşdırılması insanlarımızın rifah halının yaxşılaşdırılmasına gətirib çıxardacaqdır. Və biz də düşünürük ki, əgər plan hazırlanan zaman hər hansı bir sakinlər tərəfindən müəyyən tövsiyələr və təkliflərin verilməsi əgər məqsədə müvafiq görürlərsə, biz də bir sakin kimi bizə təsir eləyən və yaşayışımıza müsbət təsir eləyən məsələlərin müzakirəsində yaxından iştirak eləyəcəyik və bu planın reallaşdırılmasının hər birimiz şahid olacağıq. Mən inanıram ki, Şahbuz şəhəri və onların kəndləri hər tərəfli inkişaf edəcək və rayonumuza, Şahbuz şəhərinə gələn qonaqlar yüksək səviyyədə qarşılanacaqdır. Baş planın icrası Ordubad şəhərinin inkişaf strategiyası, mədəniyyət abidələrinin qorunması, şəhərin ümumi tarixi görünüşünün diqqətdə saxlanılması ilə bağlı işlərin həyata keçirilməsini hədəfləyir. Bu strategiya çərçivəsində müasir irs qorunacaq, ekoloji tarazlıq, eyni zamanda ətraf mühitin qorunması, əl sənətləri sahəsi inkişaf etdiriləcək və digər kənd təsərrüfatı texnologiyaları tətbiq olunaraq müasir innovasiyalar bu sahələrə tətbiq olunması dəstəklənəcək. Bundan əlavə qeyd etmək lazımdır ki, iqtisadi inkişaf deyəndə təkcə kənd təsərrüfatı sahələrindən deyil, ekoturizm, əl sənətləri və digər sahələr də inkişafı bu sahələrdə hədəflənir. Yeni baş planda ən çox dəyər verdiyim məqamdan biri ondan ibarətdir ki, Ordubad tarixi, Ordubadın qorunması, müasir şəhər həyatının qurulması ilə paralel şəkildə nəzərdə tutulur. Bildiyimiz kimi Ordubad Azərbaycanın incisidir. Bunu Öndər Heydər Əliyev demişdir. Doğrudan da Ordubad tarixi abidələri, qədim mədəniyyəti ilə həmişə seçilən şəhər olmuşdur. Mən hesab edirəm ki, bu təkcə memarlıq layihəsi deyil, bu Ordubadın gələcək nəsillərə ötürüləcək yeni inkişaf fəlsəfəsidir. Xosrov İbrahimov, Asil Fətəliyev, Emin Novruzov, NTV Xəbər.